Deməli, bugünkü dərsimiz 15-16-cı əsrlərdə Avropada texniki yeniliklərdir. Deməli, bu dövrdə yuxarıdan fırladılan çaxlar ixtira olundu. Yuxarıdan fırladılanla aşağıdan fırladılan çaxların fərqi var idi. Yadınızda saxlayın, bunları çox əzbərləməyə ehtiyac yoxdur. Yuxarıdan fırladılan çaxlar aşağıdan fırladılan çaxlara nisbətən daha yaxşı idi. Bunun nəticəsində mədənlərdən daha çox filiz çıxartdılar. Metal emalı təkmilləşdi, daha çox metal emal elədilər. Həmçinin kağızın istehsalıdır, metal döyməyə imkan yaradır. Yəni əzbərləməyə ehtiyac yoxdur. Bizə belə düşə bilər ki, nəyin nəticəsində metallardan daha çox filiz çıxardıldı, metal ərdilməsi təkmilləşdirdi. Bu texniki yeniliklərin, yəni yuxarıdan fırladılan çaxların nəticəsində. Sonra donma sobaları ixtira olundu. Donma sobasının nəticəsində də daş kömürün istehsalı artdı. Bu səbəb nəticə əlaqəsi kimi düşə bilər. Hansı hadisənin nəticəsində daş kömürü istehsalı xeyli artır? Cavab donma sobalarının ixtirası nəticəsində. Deməli, yuxarıdan fırladılan çaxların nəticəsində daha çox filiz çıxarılır, daha çox metal ərdilir. Donma sobalarının ixtirası nəticəsində nə olur? Daş kömürünün istehsalı artır. Həmçinin yeni odlu silahlar ixtira olunur. 16-cı əsrdə ağır və səhra toplarından istifadə olunur. 15-ci əsrdə də nə demişdik? İlk dəfə olaraq silah cəhətdən yenilik baş vermişdi. Nəyin nəticəsində 30 illik müharibə keçmişdi. İlk dəfə olaraq deməli daimi ordudan və tüfəkdən istifadə etmişdilər. 16-cı əsrdə ağır və səhra toplarından istifadə olunurdu. Tapançalar, ağır tüfəklər hazırlanmağa başlayırdı. Deməli, odlu silahın istehsalı hərbi cəhətdə bir sıra yeniliklərə səbəb olur. Yadınıza saxlayın, feodal cəngavər süvarisi öz əhəmiyyətini itirir, yerini muzlu, yəni pulla orduya verilir. Qəsrlər etibarını itirir. Niyə deyəsiniz qəsrlər etibarını itirir? Əzbərləməyə ehtiyac yoxdur, məntiqlə. Bunlar ağır səhra toplarından istifadə edir. Qəsrlər də normal olaraq bu topların deməli, hücumu nəticəsində dağılırdı. Sonra kompas əldə olunur. Yeni dəniz cihazları yaradılır. 15-ci əsrdə karavellalar ixtira olundu. Karavellaların ixtirası nə vaxtda? 15-ci əsrdə. Ağır və səhra toplarından istifadə edilən vaxtda 16-cı əsrdə. Sonra bunları başa düşdünüz. Deməli, kompasdır, yeni dəniz cihazıdır. 16-cı əsrdə ağır və səhra toplarıdır. 15-ci əsrdə yadınızda saxlayın, tüfəkdən və daimi ordudan istifadə edirdilər. 15-ci əsrdə sonra karavellalardır. Karavella da 15-ci əsrdə. Bunlar yadına saxlayın. Barıtı ilk dəfə Çinlilər kəşf edibdi, amma Çinlilər barıtdan eləcə əyninci məqsədlə istifadə olunurdu. Yəni istifadə edirlər. Çinlilərdən sonra kimlərdir? Türklər mənimsəyirlər. Amma sərif yürüşlər zamanı Avropalılar bundan istifadə edir. Yəni ilk dəfə yadınızda saxlayın, Çinlilər kəşf edir. Burada ondan danışır. Amma Çinlilər bunları silah kimi istifadə eləmirlər də, yalnız əyləncəyə istifadə edirdilər. Sonra buranı da özünüz oxuyasınız. Pambıqdan, kağızdan hazırlaya bilirlər. Deyir, pambıqdan kağız hazırlayırlar. Burada ondan danışırdı. Böyük coğrafiya kəşflərin bir sıra səbəbləri var. Gəldi iqtisadi səbəbinə. Əsasən də iqtisadi səbəblə bağlı olubdu böyük coğrafiya kəşflər. Dedik ki, Avropada qara ölüm adlanan vəba epidemiyası yaranmışdı. 14-cü əsrdə bunu keçmişik. Vəziyyət pis günə düşmüşdü Avropada. Çoxlu qızıla, gümüşə, işçi qüvvəsinə ehtiyac var idi. Amma metallar az idi və yataqları tükənmişdi. Şərqdə də ən çox ədviyyat lazım idi. Yox idi axı bunlarda, qurtarmışdı demək olar. Ədviyyatına görə də ən məşhur hansı idi? Hindistan idi. Ərəb də əslində gətirirdilər ərəblər. Baxın, buradan ərəblər Avropaya gətirirdilər. Amma baha qiymətə satırdılar. Elə bunlar da deyirdilər ki, baha qiymətə biz ərəbdən almaqdanca hazır bir dənə yol kəşf edək, gedək Hindistanın ədviyyatı özümüz alaq da. Siyasi səbəblər nə idi? Osmanlılar nə vaxt idi Konstantinopol fəth elədi? 1453-cü ildə. Konstantinopolu fəth eləməsi nəticəsində, baxın buranı, Avropalıların şərqlə ticarəti daha da pisləşir, daha da çətinləşir. Coğrafiya kəşfləri niyə başladırdılar? Güya xristianlığın yayılmasının pərdəsi altında, güya ki xristianlıq, amma belə deyildi. Yəni ki, ən çox siyasi və iqtisadi səbəblərlə bağlı idi. Yadınıza saxlayın, Avropada siyasi sərhədlərini müəyyənləşdirən ilk dövlət hansıdır? Portuqaliya. Bir də deyirəm, Portuqaliya Avropada ilk siyasi sərhədlərini müəyyənləşdirən dövlətdir. Bunu yadınızdan çıxartmayın. Gəldik nəyə? Artıq səyahətlərə başladıq. Bir də deyirəm, ilk dəfə siyasi sərhədlərini müəyyənləşdirən hansı olmuşdu?
Portuqaliya olmuşdu. Gəldik kimlərin səyahətləridir? Bartolomé Dias ilk dəfə 1487-88-ci illər. Neçənci illər oldu? 87-88-ci illərdə. Portuqaliya kralları yeni yollar axtarmaq məqsədilə gedirlər Atlantik okeanına, Afrikanın qərb sahillərinə gəmilər göndərirlər. Bunlar nə alırlar? Şüşə muncuqları verirlər, əvəzində nə alırlar? Qızıl tozu və fil sümüyü alırlar. Və qızıl sahil, fil dişi sahildə buradan deyil, keçmişdən gəlib çıxır. Qul alverdi artıq başlamışdı. Kim başçılıq edir? Bartolomé Dias idi. Afrikanın qərbindən gəlir, Ümid burnunu kəşf edir və Hind okeanına çıxır. Amma xəstəliklər və yorğunluq baş verir deyə Afrikanın cənubundakı Ümid burnuna da davam elətdirir və geri qayıdır. Gəlin xəritədə buna baxaq. Baxın, deməli Bartolomé hamısını xəritə ilə gedəcək. Bartolomé Dias necə gəlir? Portuqaldır. Səyahəti nətər olur Bartolomé Dias'ın? Belə gəlir, bura qədər gəlir, burada dayandırır. Baxın, xətlə də veribdir. Bura qədər gəlir, burada dayandırır, getmir. Burada nəyi kəşf edir? Ümid burnunu kəşf edir. Amma yorulurlar deyə buradan o üzə getmir. Başa düşdünüz? Buna diqqət edin. Baxın, belə gəlir. İndi keçəcək, məsələn, belə gedəcəklər, belə gedəcəklər. Amma bu necə gəlir? Belə aşağı Afrikanın qərb sahilindən gəlir. Burada deyir fil dişi sümüyü, dəniz sahili, ona görə də elə adlanır. Nağardılar bir-birlərinə satıb alver edirdilər. Keçdik kimə? Kristofer Kolumb. Kristofer Kolumb nə vaxtı səyahəti? 1492. Bir də deyim, Bartolomé Dias nə vaxt oldu? 87-88-ci ildə. Sonra bunlar deyirdilər ki, yer kürə şəklindədir və deyirdilər qərbə tərəf gedək. Amma təcrübələri yox idi. Kristofer Kolumb əslən haralı olub desə, əslən İtalyan olubdu. İspaniyaya gələrək xidmət etdi. İspan kralının qərbə doğru üzməyə Hindistana getməyə mümkünlüyünə. Bu nədir? Gedir özü İtalyan olur. İspan kralının yanına gedir ki, sən mənə müəyyən məbləğ vəsait ver, mən gedim kəşf vereyim. Deyir ki, biz qərbə gedərək, baxın Avropadan, biz deyir qərbə gedərək kəşf eləyəcək. Hindistana gedəcək. Çünki yerin şar şəklində, yəni dair kürə şəklində olduğuna inanırlar. Bu deyirdi ki, Kristofer Kolumb. Belə gedəcək, oradan da çıxıb Hindistanı kəşf eləyəcək. Və 92-ci də gəlir Kuba Hayt adalarını kəşf eləyir. Amma buranı elə bilir Hindistandır, gəlir elə Hindistan əhalisini isə Hindlar adlandırır. Amma qiymətli metalları tapa bilmir. Özü də bilmədən yeni bir qitə kəşf eləmiş olur. Gəlin təzədən bir də xəritə ilə baxaq. Deməli, dedik ki, Bartolomé Dias necə gəldi? Bartolomé Dias belə gəldi. Sonra Kristofer Kolumb necə gedir? Kristofer Kolumb gözünüz rəhləndə verir. Belə gedir. Baxın, Kristofer Kolumb belə gedir. Görürsünüz, bura qədər gəlir. Burada hansı adaları kəşf eləyir? Kuba və Hayt adalarını. Elə biri Hindistanda, buranda Hindistan adlandırır. Kristofer Kolumb əslən haralı olubdu? İtalyan olubdu. Bunu da yadınızda saxlayın. Nə vaxtı? 1492-ci ildə. Gəldik Vasco da Gama'ya. Vasco da Gama Hindistana dəniz yolunu bir kəşf edibdir. Neçəncidə? 98-də. Bir də deyirik. Bartolomé Dias'ı dedik. Kristofer Kolumbu dedik 92-də. 98-də kimdir? Vasco da Gama'dır. 15-ci əsrin sonunda Portuqaliya kralı Hindistana dəniz yolunu kəşf etmək məqsədilə Vasco da Gama'nın başçılığı ilə göndərir. Deməli, bunu kim göndərir? Portuqaliya kralı göndərir. Amma Kristofer Kolumbu kim göndərmişdi? Onu İspan kralı göndərmişdi. Bu nağarır, Ümid burnunu keçir, hansı ki Bartolomé Dias getmişdi. Oranı keçir, Afrikanın şərq sahillərinə qədər çıxır. Sonra 1498-ci ildə Hindistana dəniz yolunu kəşf edir. Kalikut limanına çatan, yadınıza saxlayın, Vasco da Gama Kalikut radiyasına hətta toqquşması da var. Kimdir Vasco da Gama'dır? Neçənci ildə oldu? 1498-ci ildə. Yadınızı saxlayın, Portuqaliya ərəb tacirlərinin nəzarətində olan, bayaq izah elədiyim, ərəblər baha qiyməti Hindistandan alıb gətirib Avropada satırdılar. Ələ keçirmək üçün mübarizə aparır və bu mübarizə 16-cı əsrin əvvəllərində nail ola bilir. Deməli, gəlin diqqət eləyək. Deməli, Vasco da Gama necə getdi Hindistana çıxdı? Baxın, bura kimi gəlmişdi kim? Bartolomé Dias. Bu artıq buradan bura qədər gedir. Vasco da Gama. Neçənci ildə? 98-ci də. Bir də getdik. Kristofer Kolumb necə gedir? Qərb tərəfə gedir. Buranda yəqin anladınız. Sonra, burada Amerigo Vespucci qaldı, onu da deyim. Amerigo Vespucci Kolumbun kəşf etdiyi bir neçə qitəyə səyahət edir
və öz adını verir bura. Əslində yazıq Kolumb özü getmişdi. Sadəcə olaraq Amerika Vespucci. Yadınızda saxlayın. Amerika Vespucci hazıra nəzir. Gedir öz adını verir. Qabaqcadan onsuz da Christopher Kolumb getmişdi. Prosto sağ ad vermişdi da ora. Amma Amerika Vespucci gedir hazıra nəzir. Amerika qitəsini kəşf verir və burada nağara deyir ki, yeni qitə olduğunu sübut edir. Öz adını da qəşəngcə verir, gəlir. Sonra Fernando Magellan. Bu Fernando Magellan da İspan dənizçiləri olubdu. Bu Christopher Columbun ideyasını davam elətdiribdi. Yəni qərblə gedibdi və nəhayət gəlibdi, yerin kürə şəklində olduğunu sübut edibdi. Gəlib çatıbdı. Magellan boğazı adlandırır. Sonra Filippin adalarında yadınıza saxlayın, Kalikut radiyasından toqquşan Vasco da Gama oldu. Amma Filippin adalarında toqquşmada öldürülən Fernando Magellan olur. Lakin bunun səyahətini davam etdilər və 22-ci ildə İspaniyaya yerdən qayıda bilirlər. Fernando Magellan ilk dünya səyahəti sübut edilmiş olur və yerin kürə formasında olmasını, okeanların bir-birinin əlaqəsi olmasını sübut edilmiş oldu. Nə vaxt 19-22-ci illərdə. Gəlin indi ümumiləşdirək. Bartolomey Dias nə vaxt oldu? 87-88-ci illərdə. 1492-də kim oldu? Vasco da Gama oldu. Christopher Columb oldu. 1498-cidə kim oldu? Vasco da Gama oldu. 1519-22-cidə kim nəhayət kəşf elədi? Fernando Magellan. Böyük coğrafi kəşflərin bir sıra nəticələri var. İqtisadi nəticələri nə oldu? Yeni qitələr kəşf olundu. Ticarət yolları vacib sualdır. Hansı hadisə nəticəsində dənizlərdən okeanlara keçdi? Böyük coğrafi kəşflərin nəticəsində. Okean vasitəsilə də yeni ticarət yolları yarandı. Sonra deyirik ki, baxın, Venesiya və Genua nə vaxt ticarəti öz əlinə almışdı? Səlib yürüşləri nəticəsində. Bəs nə vaxt itirir? Böyük coğrafi kəşflərin nəticəsində. Deməli, səlib yürüşləri nəticəsindən öz əllərini alırlar. Coğrafi kəşflərin nəticəsində itirirlər. Dünya ticarəti yarandı. Nəyin nəticəsində? Coğrafi kəşflərin nəticəsində. Sonra yadınıza saxlayın, hansı limanlarda ticarət cəmlənirdi? Bunu nətər yadınıza saxlayasınız? PIN kodla, yəni P, I, N hərflərindən. P Portuqaliya, I İngiltərə, N Niderland. Sonra siyasi nəticələr nə olur? Müstəmləkə işğallarına, yəni başqa dövlətlərin işğalına şərait yaradılır. Sonra bir sıra siyasi problemlərin əsasını qoyulur. Sonra ərazilərin nüfuz dairəsinə bölünməsi ilə bağlı müqavilələr imzalanır. Bunları da ilk dəfə Portuqaliya və İspaniya imzalamışdı bu müqavilələri. Yadınıza saxlayın. Sonra ilk əvvəl bu kəşf olunan torpaqlara kimlər gəlirdi? Əskərlər gəlirdi, nəzarət edirdilər, tacirlər gəlirdi, ticarət edirdilər. Misyonerlər gəldi. Misyonerlər də dini yayanlar, xristianlaşdıranlar. İlk müstəmləkələri, yəni o ərazilər Portuqaliya və İspaniya ilə keçirdir. Yadınıza saxlayın, hansı dövlət Çin və Yaponiyaya qədər gedib çıxır? Sualı verirsə, Çin və Yaponiyaya qədər gedib çıxan Portuqallardır. Sonra daha deyirik ki, hərbi cəhətdən güclü olan İspaniya, İngiltərə, Hollandiya və Fransada daha geniş müstəmləkələr ələ keçirir. Amma çox əhalisi yox idi deyə orada saxlaya bilmirdi əhalini. İspanlar yadınıza saxlayın, Meksikada Aztek, Perudakı İnklərin dövlətini süquta uğradıb. Demək bir də deyirik, Çin və Yaponiyaya qədər gedib çıxanlar Portuqallar. Aztekləri və İnkləri süquta uğradanlar kimlərdir? İspanlar. Azteklər haradaydı? Meksikada, İnklər haradaydı? Peruda. Bunları əzbərləyirsiniz. Portuqalların müstəmləkələri harada? Ərəbistan, Hindistan, Şimali Afrikadakı Zond Moluq, bir də Cənubi Amerikada təkcə Braziliya. Yadınıza saxlayın, Portuqalların müstəmləkələri daha çox şərq tərəf olubdu. Ərəbistan, Hindistan görürsünüz şərqdədir. Sonra Zond Moluq adaları Afrikada, Şimali Afrikada, bir də Cənubi Amerikada təkcə Braziliya idi. İspanlarınki müstəmləkələri harada? İspaniyadan başqa bütün Cənubi Amerika. Braziliyadan başqa. Çünki Braziliya kimi idi? Portuqalların idi. Bir də Kuba və Karib dənizi adaları. Bunları başa düşdünüz. Portuqaliyanki hansı oldu? Bir də deyirəm. Ərəbistan və Hindistan sahilləri. Şərqi Afrikada Zond Moluq. Cənubi Amerikada da təkcə Braziliya idi ki, Portuqaliyanın müstəmləkəsi idi. Amma İspanların müstəmləkəsi hansıdır? Kuba, Karib, bir də bütün Cənubi Amerika. Amma Braziliyadan başqa. Çünki Braziliya kimi idi? Portuqallar idi.
Merkantilizm siyasəti nə vaxt? 17-ci əsrdə. Nə idi merkantilizm siyasəti? Deyir, bir xalqın rifahı qızıl və gümüşdən asılıdır, ticarət balansı olmalıdır, buradan danışır. İxracatı təşviq etmək üçün yüksək tarif və vergilər təyin edirdilər. Müstəmləkələr xam mal mənbəyi və satış bazarı hesab olunurdu. Yeni qitənin kəşfi ilə burada deyir, ticarət əlaqələri genişlənir, buna danışır. Avropa ölkələri İngiltərə, Hollandiya, Fransada lazım deyil əzbərləmək, müstəmləkələr ələ keçirirdi. Kartofdur, kakaodur, qarğıdadır, tütün, bunlar Avropaya gətirilirdi.